Rüfət bəy, fərqlənmək istəyən xanımlar üçün məsləhət gördüyünüz ətirlər. O çox gözəl və vacib bir sualdır. Məncə bu video daha çox xanımların nəzərini çəkəcək və yaddaşda saxlayıb məlumatlardan yararlanacaqlar. Julietta Həzəqan Note Parfum. Sakit, balanslı, amma çox diqqət çəkici bir ətirdir. Bu ətir elə bil səni sükutla izah edir. İkinci mənim üçün Louis Vuitton'dan Spilongu ətiridir. Baxışla başlayan və unudulmayan bir ətirdir. Bu ətir sizi daima diqqət mərkəzində saxlayacaq. Üçüncü, hamının sevimlisi olan Mantal Arabian Tonka. İsti və sirli. Daim olaraq ətrafdakilərdə maraq oyadacaq, amma öz sirrini heç vaxt açmayacaq. Dördüncü yerdə mənim üçün Kilian'dan Rolling in Love. Öz dünyasını özü yaradan xanımlar üçün. Beşinci yerdə mənim üçün Amouage'dan Epic Woman. Güc, səssizlik və status bir arada. Və həmişə olduğu kimi sizlər üçün bir ətir daha bonus olaraq deyəcəm. Bu Tom Ford'un şah əsərlərindən olan Tom Ford Neroli Portofino'dur. Sərinlik, təmizlik və cazibədarlıq yalnızca bir qablaşmada birləşir. Bəs siz hansı ətirlə fərqlənirsiniz? Fikirlərinizi rəy bölməsində gözləyirəm.